Gəlin əllərimizi dezinfeksiya edək. Bunun üçün biz 96%li spirtdən istifadə edirik. Amma bu səhvdir. Niyə? Gəlin aydınlaşdıraq. Spirt hər birimizin tanıdığı, tibbdə və məişətdə istifadə etdiyimiz əsas dezinfeksiya edici maddələrdən biridir. Ümumilikdə spirt böyük bir kimyəvi birləşmələr özündə birləşdirsə də, bizim istifadə etdiyimiz əsas spirt etil spirtidir. Niyə 96% spirt istifadə etmək doğru deyil? Mikrobları öldürmür. Öldürür, təbii ki öldürür. Lakin 96% spirt dərəcə olaraq yüksək olduğuna görə bizim dərimizin epidermis qatında olan zülalları denaturasiyaya uğradır. Nəticədə denaturasiyaya uğramış zülallar bir növ kələ-kötür bir vəziyyət alır və nəticədə mikroblar dəri altında həmin denaturasiyaya uğramış zülal təbəqəsinin altında gizlənmiş olur və mikrobların çox hissəsi ölmür. Bunun üçün də qəbul olunmuş ideal doza 60-70%li etil spirtidir. 96% spirt onda niyə alırıq? 96% spirtlə biz daha çox əşyaların, hər hansı bir cismin səthini dezinfeksiya etmək üçün və yaxud da tibbdə müəyyən əşyaları, tibbi əşyaları dezinfeksiya etmək üçün istifadə edirik. Amma dəri üçün ideal olan 60-70% spirtdir. Ona görə də spirt alarkən və yaxud da onu istifadə edərkən mütləq dozasına fikir vermək lazımdır.